Gördüyünüz bu 1 dollar ötən həftə 300 dollardan baha qiymətə satılıb. 1985-ci ildə çap olmuş, dövriyyədə az müddət olmuş gözəl bir nümunədir. Amma onun niyə belə baha olduğunu bilmək istəsəz, arxa üzünü çevirəndə hər şey gün kimi aydın olur. Bu kolleksiyaçıların Inksmere adlandırdığı çap xətalı əskinazdır. Federal ehtiyat sistemi vərəqi çap edən zaman çap maşınının mürəkkəbinin saxlanıldığı seqmentdə nasazlıq yaranıb. Nəticədə orta hissəyə çox, sol hissəyə isə həddindən artıq yaşıl mürəkkəb düşüb. Belə xətalı əskinazlar Amerikalı kolleksiyaçılar tərəfindən çox axtarılır və ləkə nə qədər böyük olarsa, hərrazda qiyməti bir o qədər çox olur. PCG şirkəti tərəfindən About Uncirculated, yəni az qala dövriyyədə olmamış 55 dərəcəsində sertifikatlaşdırılmış bu nadir dollar mayın 26-sında Heritage hərrac evində 317 dollara, bizim pulla 539 manata çəkic altına gəlib. Videonu bəyənməyi unutmayın.